Qurban Qurbanov Sabahın liderliyini normal qəbul edir. Komanda ideallıdır. Sabahla oyundan qabaq komandada çox böyük baskı var idi və bu baskının müəyyən təsiri oldu həmin oyuna. Söhbət yəqin ki, Ajaxla 2-4 məğlubiyyətindən gedir. Bu haqda Qurban Qurbanov bu mətbuat konfransında danışdı və əlavə etdi ki, heç də hər bir klub hər mövsümdə çempion olmamalıdır. Belə bir futbol qanunu yoxdur. Və Qarabağ bu il çempion olmasa, bu o demək deyil ki, gələn mövsümdə Qarabağ öz iddiasından əl çəkəcək. Qurbanov həmçinin də Azərbaycanlı futbolçulara olan böyük maraqdan danışdı və əlavə etdi ki, menecerlər işə düşüblər. Düzdür, həmçinin də əlavə elədi ki, bu qış mövsümündə heç bir futbolçu komandanı tərk etməyəcək. Nəinki Azərbaycanlı, həmçində xaricilər. Çünki qabaqdan Eintrachtla vacib oyun gəlir. Komandaya uğurlar.